Salam istəyili tamaşaçılar. Xoş gördük sizi keçmişdən gələcəyi verilişində. Bu dəfə gördüyünüz kimi yerimiz dəyişib. Yəni bugün verilişimiz Qobustan Milli Tarix Bədii Qoruğundan gedir. Qonaqlarımız da var. Əslində qonaqlarımızın biri qonaq deyil. Bu qoruğun direktorudur Məlahət xanım Fərəcova. Məlahət xanım həm də tarix üzrə fəlsəfə doktorudur. Elə ikinci qonağımız da əslində qonaq deyil, o da Azərbaycanlıdır, Rusiyada yaşayır, Yaroslav Simyonov. Onu da sizə təqdim edirəm. Maraqlı mahnıları var, həm də bu mahnılar ancaq və ancaq Azərbaycanla bağlıdır. Hər ikiniz xoş gəlmisiniz. Bir ev yiyəsi olaraq Məlahət xanım, əvvəlcə istərdim bu məkan haqqında biraz məlumat verəsiniz. Çünki biz bayaqdan oturmuşuq burada, çəkilişə hazırlaşırıq və görürük ki, nə qədər sizin qonaqlarınız var, gələnlər var, muzeyə baxırlar, Qobustan qayaüstü təsvirlərinə baxırlar, Avropa oyunlarını başa vurduq. Əlbəttə ki, yəqin ki, qonaqlarınızın sayı xeyli artmışdır. Əvvəla xoş gəlmisiniz. Mən çox şadam ki, siz məhz bu yeri seçmisiniz sizin verilişiniz üçün və buna görə sizə təşəkkürümü bildirirəm. Və siz dediyiniz kimi, qeyd etdiyiniz kimi bu son ayda gələnlərin sayı çox artmışdır. Bir ay ərzində 7500 nəfərdən artıq ziyarətçilər olmuşdur və iyunun 6-sında burada məşəl proqramı, estafet verilmişdir bizə və bizim qoruqda olmuşdur və qoruğun ilin ən fəal işçisi Nərmin xanım həmin o məşəli qəbul etmişdir və bizim ekspozisiya zallarımızın birində həmin bu məşəl Avropa oyunlarının sonunacan qorunub saxlanılmışdır. Sonra nə ediniz onu? Biz onu indi fikirləşirik ki, ekspozisiya zallarımızın birində eksponat kimi göstərəcəyik və ona bir mətn hazırlayırıq. Bu Avropa oyunları ilə bağlı ki, məhz Qobustanda bu məşəl Qobustandan da keçmişdir. Və onu da qeyd edim ki, həmin gün o məşəl proqramı, məşəl alovlanan günü, keçirilən günü bizdə Qobustanda 7000 nəfər ziyarətçi olmuşdur. Həm yerlilər, həm xaricilər çox bu tədbirə qoşulmuşdular və tədbir çox təntənəli keçmişdir və burada hətta yallı rəqsi, saz çalanlar, Qobustanın saz çalanları da hətta çox maraqlı olub, təsəvvürə gətirirəm, çox maraqlı olub. Qonaqlar Azərbaycana əvvəllər də gəlirdi, amma Avropa oyunları onların sayını 1-ə 5 artırdı. Avropa oyunlarından sonra da hələ nə qədər qonaqlar artacaq, mən belə düşünürəm. Mən də belə fikirləşirəm, çünki Qobustanı daha da çox biz təbliğ etdik, tanıtdıq gələn qonaqlara və onlar tərəfindən, onu da deyim ki, bizə bu bir ay ərzində çoxlu hörmətli qonaqlar gəlmişdilər. Hətta bizim rəy kitablarımızda da öz ürək sözlərini yazmışdılar. Birini də qeyd etmək istərdim ki, o yazıb ki, mən çox xoşbəxtəm ki, insanlığın tarixi ilə tanış oldum məhz Qobustanda. Bu sözlərlə o öz fikrini ifadə edib, çox da maraqlı ifadə edib sözün əsl mənasında. Amma onu da deyim ki, Qobustana gələnlərin sayı hər il artırdı. Bu bizdə belə bir böyük bir tədbirlər keçiriləndən sonra əvvəlcə 2007-ci ildə Qobustan UNESCO-ya daxil olandan sonra 50% artmışdı ziyarətçilərin sayı. Sonra yeni muzey tikilib istifadəyə veriləndən sonra 100% artmışdır gələn ziyarətçilərin sayı və bu yaxınlarda 2013-cü ildə Qobustan ilin Avropa muzeyi kimi belə bir mükafat almışdır və nominantlardan biri idi və bundan sonra da yenə də gələnlərin sayı 2 dəfə keçən ilə
illərlə müqayisə etsək 2 dəfə artmışdır. Çox gözəl. Çox gözəl. Azərbaycanımızı tanımaq istəyən, vaxtilə buradan gedənlər, yenidən görmək istəyənlər ilbəil artır. Onlardan biri də Yaroslavdır. Yaroslav Azərbaycanlıdır əslində. Mən təsadüfən sosial şəbəkələrin birində Yaroslavın bir konsertini gördüm. İstəkli tamaşaçılar, Rusiyada bir konsert gedirdi. Diktor elan eləyir çıxışçını və Azərbaycanlı bir müğənnini səhnəyə dəvət eləyir. Baxıram ki, Azərbaycanlı müğənni Yaroslav Semyonov. Bu necə olur? Və çıxır Yaroslav Semyonov Azərbaycan dilində həqiqətən gözəl bir mahnı ifa eləyir. Bir sizin bu Azərbaycanla bağlı tarixçənizə baş vuraq. Harda doğulmusunuz? Harda boya başa çatmısınız? Necə olub Azərbaycan dilini belə yaxşı bilirsiniz? Mən Sumqayıt anadan olmuşam. Elə böyüdüm də Azərbaycanda. 22 il burada qalmışam. Buradan da əskərliyə getdim. 2 dənə uşağım da burada olub. İnanarsınız ki. Sonra getdim Rusiyaya 82-ci ildə deyəsəm getdim Rusiyaya. Getdim orada 35 il qaldım orada. Qalıram orada, amma ürəyim buradadır. Elə darıxıram ki, mənim vətənimə. Mən başladım yavaş-yavaş mahnı oxumağa Azərbaycan dilində. Sonra başladım özüm yazmağa. Musiqi, şeirləri buradan göndərirlər mənə. Sumqayıt şeirləri. Şairlər. Sumqayıt şairləri sizə şeirlər göndərir. Hə. Azərbaycan dili biraz yazımdan çıxıb, amma danışırım. Yaxşı danışırsınız. Onların sözlərinə mən musiqi yazıram, özüm də oxuyuram. Əsasən mahnılarınız Sumqayıtla bağlıdır. Bu da sizin Sumqayıtda doğulub boya başa çatmağınızla əlaqədardır. Amma Azərbaycanın digər yerlərində də olmusunuz, başqa yerlərində də olmusunuz. Hə, olmuşam. Keçərdə olmuşam. Moskvada Azərbaycan diaspora bura gəlmişdilər. Keçirirdilər konkurs. Məni də özlə gətiriblər bura. Onlar konkurs qutarandan sonra mən oxuyurdum Azərbaycan mahnıları. Özü də Polad Bülbülün mahnıları. Siz 80-ci illərdə getmişsiniz Azərbaycandan, Sumqayıtdan. Sumqayıt elə bir yerdir ki, Məlahət xanım, siz də bir tarixçi olaraq bilirsiniz. Sumqayıtı gözdən salmağa çalışanlar oldu. Sumqayıtda bir çox hadisələr törətdilər. Bir çox hadisələrlə Sumqayıtı və bütövlükdə Azərbaycanı dünyanın gözündən salmağa çalışanlar oldu. Amma biz bilirik ki, bunların arxasında böyük qüvvələr dayanırdı. Çünki həmin an kameraların hazır olması, həmin dəqiqə o prosesi çəkib başqa dünya ölkələrinin kanallarında göstərmək, bu artıq öncədən hazırlıqdan xəbər verirdi. Bir də ki, baş qəhrəmanın da, o təhrik eləyən, o provokatorun da Qriqoryan olması həqiqətən onu göstərir ki, burada böyük bir təxribat var idi. Sizin sosial şəbəkələrdəki mahnılarınıza Azərbaycanla bağlı, Sumqayıtla bağlı fikirlərinizə verilən rəyçilərin arasında, yəni kimlər ki öz fikrini bölüşür, onların arasında ermənilər də sayca çoxdur. Ruslar da var, digər millətlərdən də var, amma ermənilərin də sayı çoxdur və mən o fikirlərin arasında əsasən yaxşı münasibət görürəm. Təsəvvürünüzə gətirin, əgər doğrudan da sizi burada incidiblərsə, həqiqətən siz Azərbaycandan incik getmişsinizsə, o zaman sizdə bir kin olmalıdır, bir nifrət olmalıdır. Amma mən Yaroslavın səhifələrində baxıram o rəylərə, onların demək olar ki, 90% çox müsbətdir, nostalji hisslərlə yazılmış fikirlərdir və bu da əlbəttə ki, hardasa o həqiqətin öz yerini tapmasına gətirib çıxardır. Mənim üçün Sumqayıt doğma şəhərdir də. Mən başladım mahnı yazmağa, özü də mahnı hamısı dostluqdandır, yaxşı mahnılardır. Hə, sülhə çağıran, dostluğa çağıran,
Yəni sizin daxilinizdə nə varsa, onlar hamısı o mahnılarda öz əksini tapır. Bəlkə qonağımızdan bir xahiş eləyək, bir ağız oxusun Azərbaycanca. Kimdən oxumaq istəyirsiniz? Bir mahnı oxuyun. Böyük arzusuydun, böyük milletin, büyük talelerin şehri oldun. Həzərin qoynunda Azərbaycanın yüzüne açılan səhəri oldun. Hadi zirvelerle boşa Sumqayıt, bu dünya durdukça yaşa Sumqayıt. Adi zirvelerle boşa Sumqayıt, yaşa, yaşa, yaşa Sumqayıt. Yaşıl bağlar saldık, ah məhəllələr, zülmət gecələri çıraqban etdik. Gündüz fəhlər olduq, akşam tərəbən, halal haq ilə murada etdik. Adı zirvələrlə boşa Sumqayıt, bu dünya durdukça yaşa Sumqayıt. Yarasavın mahnıları içərisində Polad Bülbüloğlu'nun mahnıları var, o səslə də oxuyur. Bizim köhnə mahnılarımız var. Yəni hardansa yadına düşür, özü demişkən o uşaqlıq xatirələrində yadına saldığı həmin o mahnıları yenidən canlandırır və oxuyur. Məlahət xanım, biz Qobustandan danışdıq, Qobustana gələnlərdən danışdıq. Amma bir məsələ var. Biz bilirik ki, gələnlərin əksəriyyəti yay vaxtı gəlirlər. Qobustan da elə bir yerdə yerləşir ki, həqiqətən çox istidir. Biraz da uzaqdır, yəni mərkəzdən, şəhərdən uzaqdır. Qonaqların bura gəlməsini rahat eləmək üçün hansı şərait yaradılıb? Çünki gəlmək istəyənlər çoxdur, amma baxırlar ki, uzaqdır. Kimə müraciət eləməlidirlər, necə əlaqə saxlamalıdırlar? Bir nəfər üçün, iki nəfər üçün hardasa elə şərait yaratmaq çətindir, aydın məsələdir. Amma məsələn, bu dəqiqə sosial şəbəkələr çox geniş yayılıb. Hamı bir-birini tanıyır, hamı bir-birinin dostudur. Məsələn, getmək istəyənlər yığışırlar, gəlin filan vaxtı qrup halında gedək filan yerə. Bax, o qrup mənə elə gəlir ki, qrup halında gəlsələr, həm bura üçün rahat olur, həm onların özləri üçün rahat olur. Həm təşkil eləmək üçün rahat olur. Biz onu qeyd etmək istərdim ki, biz bu yaxınlarda yeni bir nəqliyyat almışıq. Deməli, avtobus çox rahat, çox turist avtobusudur. Və bu avtobus elə o nəzərdə də tutulub turistlər üçün şərait yaratmaq üçün. Və əvvəlcədən deməli əlaqə saxlamaq lazımdır müdiriyyətlə, deməli bizim deməli ofislə. Buradakı bizdə telefon nömrələrimiz də var, onu veb saytımızda da tapa